siz illər bundan öncə Akşin Fatih ilə duet oxusaydınız, sizcə necə olardı? Mən belə bilirəm ki, bizim deyəsən hansısa bir studiyada Akşin bəyin daha çox gözəl yadında qalar. Deməli, Xuraman xanımı biz hardasa 20 il Amma özünüzün belə yadında düşmür. Nə gözəl, ha? 20 il bundan əvvəl məncə Şəfa stadionun yanında 20 il də olmaz, çox olar. Mən onda trioda heç oxumurdum. 2002-ci il idi. Mən konservatoriyanın birinci kursundaydım 2000-ci ildə. Çox cavan qız idi, səsini də bəyənmişdim. Bir mahnı var idi, biz artıq yazmışdıq. 5-10 gün qalmışdı artıq çıxmağına. Xuraman xanım gəlib oxumuşdu. Sadəcə biz vaxt eləyib çatdıra bilmədik deyəni, sonra o mahnı qaldı. Şəbnəm Tovuzlu ilə oxudu sonra. Şəbnəmlə oxuduğum vaxtlar idi. 2000-ci ildən danışıram. Hadi. Şəbnəm 2000-ci ildə var. 2025-də yox, 2000-ci ildə yox idi Şəbnəm. 2000-ci il deyil, hardasa 2003, 2004 belə olardı, 2005. Şəbnəm Tovuzlu ilə oxuyub. Ha, olsun. 2005 olardı. Yox, Xuraman xanımla ondan əvvəl tanış olmuş. Yoxsa siz əvvəl tanımısınız, Yox, Şəbnəm xanım dostumuzdur, xətrini istədiyim xanımdır. Problem yox, 2025 elə vurğuladınız ki, anladım. Yox, bilirsən necədir? Tamaşaçılar da anladı. O ərəfələrdə ancaq belə deyim də, show business, yəni bu qədər müğənni ilə dolu deyil idi. Mən onu demək istəyirəm və mən doğrudan da Şəbnəm xanımı 2000-ci ildə tanımamışam. Mən onu tanımışam, səhv eləmirəmsə 2006 bu illərdə tanımışam. Bəli, 2006-cı ildə bizlə ilk oxuduğum mahnıdan sonra başlayıb. 6 il sonra. Ümumiyyətlə, bu il çoxmu önəmlidir? Əlbəttə. Hər bir sahədə önəmlidir. Yəni mənim yaddaşım üçün də önəmlidir, tarixim üçün də önəmlidir, öz tarixim üçün də önəmlidir. Yəni bunlar hamısı önəmlidir. Mənmi günahkaram, siz məndən 10 yaş, ya 5 yaş, ya da 3 yaş böyüksünüz və tez gəlmişsiniz bu sahəyə? Yox, mən bu sahədə uşaqlıqdanam da. Baxın, mən özümdən danışıram, Şəbnəm Tovuzdan danışmıram. Yox, bilirsən necədir? Bizim vaxtımızda, belə deyim də, Azərbaycan televiziya və radiosunun vaxtında, mən Bənövşə Uşaq Xorundan tanıram da, o vaxtı, yəni biz orada olan, efirə çıxan müğənnilər tanıyırdıq da, belə, yəni onlarla daha çox ünsiyyətdəydik. İndi Şəbnəm xanımla da ünsiyyətdəyik, o birisi ilə də ünsiyyətdəyik, qalmaqal eləməyir. Mən yox, yəni, necə deyərlər, sən ATV-də işləyənlərin hamısını tanımırsan, Can? Tanıyıram. Yəni, mən burada işləmirəm, axı mən burada hamını tanıya bilmərəm. Yəni, söhbət budur. Bax, sizə bir sual verim. Sonra gəldi, tanıdım. Siz səmimi adamsınız da, səmimi də danışırsınız. Buyur, əlbəttə ki. Bugün Şəbnəm Tovuzdan illər öncə səhnədə olan Vaqif Gərazədə kimi bir məktəb görən, sənət görən, böyük bir dev görən, Xuraman Şalı bugün daha çox gündəmdədir, yoxsa Şəbnəm Tovuzlu mu gündəmdədir? Daha tələbatlıdır. Nəyə tələbatlıdır? Məclislər olsun. Mən bir dənə söz deyim də, mən qapandıqdan sonra mən çox kənara çəkildim axı. Və indi qapalı şəkilimlə də yenə də istədiyim yerə gəlirəm. Bəli. Yəni, elə şeylər var ki, onu mən edə bilirəm, elə şeylər var ki, edə bilmirəm. Bəli. Çərçivələrim var. Bəli. Elə rəqslər var ki, onu edə bilmərəm. Bəli. Yəni, özümə qoyduğum və qoyulan qadağalar var da. Mahnıdan danışıram, trend olmaqdan danışıram. Trend, bax, mənim bu mahnım əslində trend mahnıdır. Bəli. Çox seviləcək bir mahnıdır. İnşallah bir klip də çəksək, laf gözəl olacaq. Buradakı görüntüdən verə bir klip kimi YouTube-a yerləşdirin. Yox, çəkəcəyik inşallah. Bu həftə çəkiləcək Allahın iznilə. Yəni, sualıma görəsən cavab gələcəkmi? Sualıma mən belə deyim də, mən heç kəsi aşağılamaram, əsla aşağılamaram. Hərənin öz yeri var. Bir aya 1700 baxış olub bu mahnıya. Hansı mahnıya? Mən bu mahnıma? Yox, kəndə gedək. Daha da bu mahnı. Bir aya. Çünki mənim səhvəm ölü səhvədir. Mən YouTube səhvəm ölü səhvədir. Yəni, tam şəkildə hər şey sıfırlanmalıdır, təzədən başlanmalıdır. Mən pul qoymuram YouTube səhvəmə. Mən kliplə inşallah pul qoyacamsa da, yenə də mənim əlim gəlmir pul qoymağa. Tamam, bax, bir dənə söz deyim. Bax, müəyyən səbəbləri dediniz də. Bugün Şəbnəm Tovuzun bir mahnısını qoyaq. Xuraman Şalın bir mahnısını qoyaq. Yalnız şəkillə qoyaq. Heç bir görüntü olmasın, heç bir rəqs olmasın, heç bir rejissorluq işi olmasın. Yalnız mahnı olsun. Kim daha çox baxılacaq? Kimi daha çox rəy yazılacaq?
kim daha çox tələbatlı olacaq? Xuraman Əminəm. Şuşalı mı, Şəbnəm Tovuzlu mu? Mən bir söz deyim. Mən heç Bax, istəmirəm mən ki... səsi olmayan biri ilə müqayisə etmirəm sizi. Nə ilə? Səsi olmayan biri ilə Yo, müqayisə mən etmirəm. Şəbnəm Tovuzlunun səsi xanımı var, bəli. Tək səsinə yox, öz xanımlığına, onun jestlərinə çox hörmətim var. Bəli. O qız çox mərd qızdır və çox da yaxşı qızdır. Yəni Tamam. mən onu biz dostluq eləmirik ya, gündə bir yerdə oturaq belə Tamam. filan. Hardasa görüşmüşük, salam sağ ol. Bu xasiyyətlərimiz var ya, bu ünsiyyətimiz var. Mən Sualıma cavab tapamıram. yox, mən sualıma cavab deyim də sənə canım. Mənim o komandam yoxdur. Məni önə çəksin. Mən 11 ildir ki, kənara çəkilmişəm. İndi bu dəqiqə öndədirmi Şəbnəm Şəbnəm Tovuzlu öndədir. Xuraman Şəbnəm öndədir. Şəbnəmlə mənim necə deyirlər, Müqayisə biz başqa yəni sahələrik. Sizdən 6 il, gəlin əyləşində niyə ayaq üstə qaldınız? Nə bilim, Sizdən təklif 6 il eləmirsən də. sonra bu səhnəyə gələn adamın niyə komandası var, niyə daha çox tələbatlıdır, amma Xuraman Şuşalının o komandası yoxdur? O mənim Özdə siz Vaqif Kərazədə məktəbi görmüsünüz. O mənim yəqin ki, tənbəlliyimdən irəli gəlir hardasa. Mən düşünürəm ki, o mənim tənbəlliyimdir. Və yaxud da ki, ailə, uşaq, bunlar, maddiyyat. Baxın, siz... Mən çox mən demək istəmirəm, çox oldu amma mənim. Yox, bu mən başqa Bax, bir dənə söz deyim də, mən kənara çəkildim, mən o toy camiyyəsindən çıxdım kənara çəkildim. Sonradan da başladım bu xına məsələsinə. 3 il yəni demək olar ki, fəaliyyət göstərmədim. Bəli. Hə. Yəni 3 il demək olar ki, fəaliyyət göstərmədim də. Yəni oxumadım heç şey. Efirlərdə də çıxıb oxumadım. Amma indi inşallah zaman hər şeyi göstərəcək və düşünürəm ki, hər kəs öz yerində olacaq. Hər kəsin öz adı var, hər kəs öz adı ilə çağırılır. Siz daha köməklik eləyin. Mən çünki yəni sizin tərzdə həm həyat sürən, həm sənətdə olan insanlar üçün o şeylər çox çətin əldə olunur. Reyting məsələsi, gündəm məsələsi. Sizdə o sərbəstliklər yoxdur. O azadlıq yoxdur. Sərbəst olanları da görmüşük. O azadlıq. Yox, məsələ Xuraman xanım, söhbətim Xuraman xanımdan gedir. Yəni Xuraman xanım bilir ki, bir addımını belə atanda ikinci addımını belə ata bilməz. Bunu deyə bilməz, bunu danışa bilməz. Yəni o çərçivələrə də gəlib çıxdıqda Xuraman xanım. Bu səhnə axı əyri addımlarla gündəm olunmu? Yəni səhnənin özündə əyrilik çoxdur, Zahir bəy. Səhnə dümdüz deyil. Fatih, bugün gündəmdəsiz, bugün baxılırsınız, bugün oxuyursunuz trendbilləri, zəbt eləyirsiniz. Onda əyri addımlar olub. Niyə? Bunun nə aidiyyatı var ki? Baxın. Hansı addımlar atıb ki, Akşin Fatih gəlib bu gündəm olur? Səhnədə əyri addım atılmır. Səhnənin əyrilikləri var. Kim o əyriliklərə uyursa, daha tez gündəm olur, daha tez reklam olunur. Kimsə düz addım atmaq istəyirsə, onun üçün çox çətindir. Yəni, bugünkü günləri Xuraman xanım kimi bir sənətçinin çox populyar olmağı çox çətin məsələdir. Çünki digərləri kimi sərhədsiz deyil. Xuraman xanım gündəm olanda, tanınanda Şəbnəm Tovuzlu Xuraman Şuşalı qədər tanınması üçün bəlkə hər gün Allahına dua eləyirdi. Ola bilər. Ola bilər yox, bu belədir. 2006-cı ildən Şəbnəm Tovuzlu tanınsa da, amma əsas 2016-cı ildən başladı da tanınmağa. O da tam tanınmağa yox ha. Hətta başqasının şəklini qoyurdular, başqasının adını qoyurdular Şəbnəm Tovuzlunun adı ilə. Burada Şəbnəm Tovuzludan getmir söhbət. Mən bugün Vaqif Kərazədə kimi bir dehanıyla işləyən Xuraman Şuşalının niyə gündəminin az olmasını deyirəm. Bu təkcə sizin dediyiniz, çəkdiyiniz məsələlərə aid deyil. Niyə? Çünki təkcə siz deyilsiniz axı o deha ilə işləyənlər. Söhbət oradan gedir. Xuraman Şuşalı Vaqif Kərazədə ilə çalışıb, amma Şəbnəm Tovuzlu Vaqif Kərazədənin yalnız hansısa məclisdə şəkil çəkdirə bilərdi. Allah aman kömək. Amma bugün Şəbnəm Tovuzlu çox tələbatlıdır. Səsi də var. Onun haqqında danışanda heç kim səsinin olmamağı haqqında danışa bilmir. Gündəminin olmadığını danışa bilmir. Toylarının olmadığını danışa bilmir. Adam tələbatlıdır, adamın toyu da var, qazancı da var. Yəni siz niyə təkcə Şəbnəm xanımla müqayisə edirsiniz də? O qədər də xanım müğənnilər var ki, Xuraman xanımın yerində olmaq istəyirlər.
Şəbnəm xanım daha zirvələrdədir. Xuraman xanımın da öz yeri var, öz Bax, məqamı var mən şou daha biznesə. zirvədən danışıram da. Daha O zirvə üçün zirvə özünü nəyi deyirsən, seçin. toyu deyirsən sənə qurban. Xuraman xanım, təkcə toy... Toyda verilən PR, pulu mu deyirsən? reklam, Qazancı mı deyirsən? Baxın. PR hansı PR-dan deyirsən? Şəbnəm xanımın hansı belə möhtəşəm klipindən danışırsan? O proyekt kimi görünmüş işindən danışırsan? İndi Şəbnəmlə qalmaqala getdik çıxdı. Lazım klipi Yəni reallıqdan Türkiyədə danışırıqsa, çəkilir. sənə qurban olum, yaxşı da. Kapriz mansı. Yox, bildiyi olsun. Yaxşı da nə? Olsun. Yəni keyfiyyət də başqa bir şeydir də, qurban sənə. Yox, Gündən başqa bir şeydir. Gündən başqa şeydir. Tam Mustafanı Yox, deyək ki, gündən başqa siz də şeydir. biləsiniz. Qısqandırırsan Xuraman xanım, siz düşdünüz təliyə. Nəhayət ki, düşdünüz təliyə. Yo. Mənim heç bir tələm yoxdur. Akşin Fatihin sadəcə həmişə tələ ilə gözləyirdi ya, hamını da özü kimi düşünür. Tanıyır da sən daha məndən daha yaxşı tanıyır. Hər kəs deyir, Uzaq hamı görən Dost mənimdir, mən bilirəm. Yo. Hər kəs özü kimi düşünür, amma elə deyil. Mən sadəcə olaraq bax sizin yaxşı da eləməyiniz var ha. Onun əsas orada istifadə edəcəyiniz söz var ha. Onu istəyirəm deyəsiniz. Ki keyfiyyət deyirsiniz. Adam Türkiyəyə gedib böyük pullar xərcləyib klip çəkdirir. Yaxşı, Zaur, keçək də özümüzə. Bax, bir mahnıya. Özümə ki, mən Tamam, özümdən bax bir danışsam. mahnıya, yox özümə deyəndə biz sənətdən danışırıq. Bir mahnıya 10.000 manat pul verib. Nə vaxt bir mahnıya 10.000 manat pul vermisiniz? Yox, mənim 10 minim yoxdur axı. Mən 10 min qazanmıram hələ ki, mən 10 min pula verim. Mən 10 mini nə bilim. Bax o deyirsiz Şey mənim yapışdıraram. 10 minim yoxdur. Mən nə Bax bilim. onun olması üçün. Hə, yox mən bax, onu deyirsiz 10 minim Mən onu yoxdur. eləyə bilmərəm, yox. Mən Xuraman 10 min xanım. mahnıya pul verim. Mən uzağı mahnıya 2000, 3000. Xuraman xanım. Xuraman xanım, sizin 10 mininiz yoxdur, mənim kimi dostluğunuz var. Mən sizə bir mahnı verərəm, narahat olmayın. Xuraman xanım, 10 minim yoxdur deyirsiz ha. Olması üçün gərək Şəbnəm Tovuzlu qədər toya gedəsiniz ki 10 mininiz olsun. Onu demək istəyirdim mən. Hə, inşallah. Ruzini verən Allah. Gün doğmadan nələr də var, ay Zaur. Bu da gündəmlə keçir. Mən hər halımdan məmnunam, Zaur. Şükürlər olsun. Hər halımıza şükürlər olsun. O başqa məsələ. Mən çox məmnun olmasaydım, yəni bugün bu yerdə olmazdım. Mən çox məmnunam. Valla doğrudan məmnunam. Mən ruhumun rahatlığını istəyirəm. Mən demirəm kimsə narahatdır. Yox, əsla. Yəni bizi insanların beynində belə şey gedər. Mən hər kəsə hörmətlə yanaşıram. Hər kəsin öz taleyi var, hər kəsin özünü yaşamaq bir tərzi var. Yəni mən bu tərzimlə beləyəm də, mən buyam. Neyniyim? Mən özümü məcbur eləyə bilmərəm axı başqa cür olar. Siz